Əziz izləyicilər, mən Fes Akademinin informatika müəllimi Qədirova Nərgiz. Bu gün sizinlə belə bir misalın həllinə baxarıq. Deməli, deyir ki, 35 səhifəli sənədin ilk 3 səhifəsinin hər birində yalnız ölçüsü 128 vurulsun 1024 pikseldən ibarət olan və 256 rəngli partiyada kodlaşdırılmış qrafik təsvir var. Biz buradan hesablayırıq. 35 səhifə ümumidir. Buradan ilk 3 səhifə çıxdığına görə 32 səhifə bizi gözləyir. Hələ ki, biz 32 səhifəni işləmirik. Bizim mətnimizin, daha doğrusu qrafik təsvirimizin düsturu var. H bərabərdir. M vur N vur I bit düsturudur. Təbii ki, ilk 3 səhifəsi dediyinə görə mən qarşı 3-ü qoyub, daha sonra misalın həllinə keçirəm. 3 səhifəni yaddan çıxartmıram. M vur N-i verib. 128 207-dir yazdım bura. 1024 210-dur yazdım bura. 256 rəy çalarsa 8 bitə, yəni 203 bitə bərabərdir. Bunu bu formada yazıram. Piksellərimi qoymuşam yerinə, rəy dərinliyimi qoymuşam və 3 səhifə dediyi 3 səhifə vurmuşam. Bu da eləyir 3 vurulsun 320 bit. Amma mən burada görürəm ki, cavablar kilobayt var burada. Bunu da kilobayta çevirəndə 3-ü vururam 220-yə, bölürəm 217-yə. Vururam 220-yə, bölürəm 17-yə yox 13-ə. Bu da eləyir 3 vurulsun 128, o da eləyir 384 kilobayt. Bu mənim qrafik informasiyamın həcmidir. Biz bilirik ki, H ümumi, yəni sənədin ümumi həcmi mətin və qrafik informasiyanın həcminin cəminə bərabərdir. Və baxıram ki, misalımda mənə deyir ki, digər səhifələrin hər birinə, digər səhifə artıq nə qədədir? Digər səhifə 32 səhifə qalıb əlimdə. Digər səhifələrin hər birinə 48 sətr olmaqla hər sətirdə 64 simvoldan ibarət mətin var. Sənədin informasiya həcmi 492 kilobaytdır. Mətnin yazıldığı əlifbanın gücünü tapın. Artıq mən görürəm ki, mənə ümumində verib, qrafiki də mən tapmışam. H mətnimi hesablayanda ümumidən, yəni 492-dən çıxıram 384-ü. Bu da verir mənə 108 kilobayt, 108 kilobayt. Artıq mən i-mi, yəni əlifbanın gücünü tapmaq üçün, mən i-ni tapmalıyım ilk öncə. H mətnimin düsturu var. Simvol, səhifə, sətir, vurulsun i, bit. Deməli, simvol nə qədədir? Simvol verib bizə 64, yəni 206. Səhifə 32 bizi yuxarıda gözləyir. 32, yəni 205. 48 sətirdə, sətrin yerinə yazıram 48. Vurulsun i-ni verməyib bizə, i biti qoyuram bura. Bərabərdir 108, deməli kilobayt. Gördüyümüz kimi mən artıq hər birini qoydum yerinə. I-ni hesablayanda 2 üstündə 6 vurulsun, 2 üstündə 5 vurulsun, 48 qalır məxrəcdə. 108 vurulsun, 2 üstü 10, 3 də qalır sürətdə. Nəyə görə? Çünki biri bitdir, biri kilobaytdır. Kilobaytı da bitə gətirirəm. Buradan bu eləyir bizim üçün 108 vurulsun, 2 üstü 13. Aşağıda da 2 üstü 11 vurulsun, 48. 2 üstü 11 ilə 2 üstü 13 gedir. Burada qalır 2 üstü 2, yəni 4. 4 ilə 48, burada qalır 12. 12 ilə də 108 gedəndə burada qalır 9 bit. Bizim deməli, bir pikselimizə düşən informasiya miqdarı 9 bitdir. Amma bizdən gücü istədiyinə görə 2 üstündə i düsturuna əsasən 2 üstündə 9 qoyuruq. Bu da bizə 512 eləmiş olur. Bugünkü sualımızın həlli bu qədər. Kimin nə sualı olarsa rəy bölməsində bizə sual verə bilər.